Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Keçən dərsdə yəni bu İbn Teymiyənin səhvini ortaya çıxartdıq. Ki İbn Teymiyyə müşriklərin şirk etmə səbəbini bəyan eləmişdi. Dedik bu səbəb tam deyil. Əgər bunu tənha götürsə heç bir səbəb də deyil. Əsl səbəb nə idi? Əsl səbəb bu idi ki, müşriklər açıq aydın şəkildə öz bütlərini vasitə bilirdilər və o bütləri məbud bilirdilər. Yəni, uluhiyyət məqamını onlara nisbət verirdilər ki, Allah Teala da buyurur ki, uluhiyyət məqamı ancaq mənə məxsusdur. La ilahe illallah kəlməsidir. Elə ona görə gəlib müşriklər üçün. Müşriklər nəyə görə demirdilər la ilahe illallah? Çünki müşriklərin əqidəsində tənha məbud Allah deyil idi. Allahdan qeyrisi də məbud idi. Və bu əsər şərt idi. Necə uluhiyyət təvhidində qalmaq və müvəhhid sayılmaq bu təvhidə iqrardan ibarətdirsə, bu təvhiddən xaric olmaq da bu uluhiyyət məqamını başqasına iqrar etməkdən ibarətdir. Quran ayəsində Allah Teala buyurur ki, ayənin əvvəlini oxumuram. Əsl çünki məqsəd budur. Ayədə deyir ki, əinnakum lətəşhədunə ənnə mə'əllah əlihətən uxra. Müşriklərə deyir, Peyğəmbər deyir ki, siz şəhadət verirsiniz ki, Allahdan başqa məbud var. Məbud var. Şəhadət verirsiniz buna. Allah Teala Peyğəmbərə əmr eləyir ki, amma sən de ki, lə əşhədu, mən amma şəhadət vermirəm. Qul innəmə huvə iləhun vahid. Həqiqətdə tək məbud o Allahdır. Və inni bəriyum mimma tüşrikun. Və mən sizin şirk qoşduqlarınızdan bizaram. Yəni, Allahdan qeyrisinin məbud bildiklərimizdən bizaram. Fikir verirsiniz, burada onlar şəhadət verirlər uluhiyyətə, Peyğəmbər isə yenə uluhiyyətə şəhadət verir ki, tənha Allahdır, ilah. Və bu aydın bir məsələdir, bu məsələ. Bu məsələyə heç nə İbn Teymiyyə və keçən dəfə də biz oxuduq ki, misal üçün, İmam Xomeyni rəhmətullah aleyh gətirdi öz ibarətində ki, şirk o zaman olur ki, Rəbb və ilah etiqadı ilə ondan nəsə istəyəsən. Bəli? Hər ikisi şərt idi. Amma o cavab vermədi ki, ilahın şərt olub olmaması nə yerdə qaldı? Heç o elə bir məlumatı da yoxdur bu haqda. Doğrudan da bu cürədir ha. Yəni bu Əbdülvəhabın, bu İbn Teymiyyənin davamçıları bu məsələlərdən xəbərsizdilər. Çünki onlar sərf etdiyi və İbn Teymiyyə aydınlaşdırmayıb bu məsələni. Çünki ümumiyyətlə bu əqidənin banisi İbn Teymiyyədir. Banisi. Və bu iddia deyil. Bunu da öz dərsimizdə buna da yer verəcəyik ki, ilk dəfə bunu İbn Teymiyyə deyib və indiki bu ayələri ki, oxuyuruq biz, misal üçün, وَلَا تَدْعُ مَعَ اللّٰهِ إِلَٰهًا Allahla yanaşı başqa məbud çağırmıyız və indi oxuyacaq bu dərsdə o ayələrin bəzilərini. Bunların hamısını bugün necə bizə təqdim edirlərsə, ilk dəfə İbn Teymiyyə bu cürə məna edib bu ayələri. Heç kəs biləməm. Və məsələ burada həmən məbud və uluhiyyət etiqadını Allahdan qeyrisinə nisbət verməkdir. Məsələ budur. Ona görə də bütün Quran ayələrində müşriklərin əqidəsini Allah Teala bəyan edəndə, o əqidədə onları batil edəndə Allah Teala bu məsələyə toxunur. Çox vaxt. O biri ayələrdə əgər olsa, hamısı bu məsələyə qayıdır hamısı. Ki, bilirsiniz ki, ilah, məbud yalnız Allahdır. Allahdan başqa məbud yoxdur. Siz niyə Allahdan başqa məbudun olduğunu etiraf edirsiniz? Niyə əqidəviz buna var? Və o ayələrin indi bir-bir oxuyaq, fikir ver, indi ayələrə görə ayələr necə məna olunur. Misal üçün, Taha surəsinin 14-cü ayəsində Allah Teala buyurur ki, İnnəni ənəllah, la iləhə illə ənə. Mən Allaham, məndən başqa heç bir məbud yoxdur. Fə'buduni. Məndən başqa məbud olmadığı üçün mənə ibadət edirsiniz. Və əqimus salatli zikri və mənə yad etmək üçün namaz bərpa edir. Sonraki ayə, misal üçün, Əl-Qasas surəsinin 88-ci ayəsində. Allah Teala buyurur, və lə təd'u mə'əllahi iləhən axər. Allahla yanaşı başqa ilah çağırma.
Allah Teala deyir, başqa ilah çağırma. Bu məlum olur ki, müşriklər yenə də başqa ilah və biz ayələrin gətirdiyi əvvəldə də birbaşa müşriklər buna etiraf edirlər ki, Peyğəmbərimiz buyuranda ki, yoxdur Allahdan başqa məbud. Müşriklər nə dedilər? Dedilər ki, necə ola bilər ki, bütün bu məbudları biz bir məbud edək? Bu çox təəccüblü bir şey. Və Allah Teala da burada bu cürə buyurur. İndi bu ayələr aydın olur. Və lə təd'u mə'allahi iləhən axər. Allahla yanaşı başqa məbud çağırmayız. Niyə? Çünki lə iləhə illəhu. Allahdan başqa məbud yoxdur. Yoxdur məbud ondan başqa. Və o biri surədə Əş-Şuara 213-cü ayəsində Allah Teala buyurur ki: "Və la tad'u ma'allahi ilahan axar fatakuna minal mu'azzibin." Allahla yanaşı başqa məbud yenə çağırma ki, əzaba duçar olanlardan olarsan. Fatakuna minal mu'azzibin. Məsələ burada sırf duadan getmir, yəni. Hansı duadan gedir? Allahdan başqası olur. Məbud olaraq çağırasan. Yəni o duadır ki, o dua məbudu çağırır. Cin surəsinin 18-ci ayəsində Allah Teala buyurur ki: "Və ennel mesacidə lillah fələ təd'u ma'allahi ahada." Bu ayəni çox gətirirlər də. Məsəl üçün deyirlər ki, məscid Allah Teala buyurur ki, məscidlər Allaha məxsusdur. Fələ təd'u ma'allahi ahada. Allahla yanaşı bir nəfəri də olsa belə çağırma. Allahla yanaşı bir nəfəri olsa da belə çağırma. İndi bu ayəni misal üçün necə başa düşək? Allahla yanaşı bir nəfəri olsa da belə çağırma. Gətirir, deyir ki, hə, sən misal üçün ola bilir, bəli. Zahirən baxsan, imamlara, Peyğəmbəri ki, çağırırıq biz məsciddə misal üçün, yə vəcihən çağırırıq. Ey, misal üçün, vəcihən indəllah. Allah yerində o məqamı olanlar. Çağırırıq da, ayə olması aşkar deyir ki, Allah Teala deyir, bir nəfər özdə olsa belə çağırma. O ayəni necə başa düşək? Vahabilər bunu misal üçün elə bu cürə. Çünki vahabilər həqiqətdə indiki zamanın xəvaricləridir. Zamanənin xəvaricləridir. Nəyə görə? Çünki xəvariclər necə? Ayələrin zahirinə hökm verirdisə, həmən işi indi eləyirlər vahabilər. Heç fərq yoxdur. Biz nəsə söz deyəndə onların əleyhinə deyirlər ki, istinad elə təfsirə. Hansı müfəssir bunu deyib? Özündən niyə deyirsən? Amma özləri deyəndə qəflət edirlər bu məsələdən. Elə bu cürə, yaxşı elə həmən bu ayəni müfəssirlərə istinad eləyək də, Təbərinin təfsirinə istinad eləyək ki, görək bu ayəni necə bizə başa salır Təbəri. Təbəri deyir ki, məscidlərdə Allaha heç bir şeyi şərik qoşmasınlar. Yəni müşriklər, ya heç ümumiyyətlə. Şərik qoşmasınlar. Tevhidi Allaha məxsus etsinlər və yalnız ona ibadət etsinlər və yalnız ona ibadət etsinlər, yəni onu məbud yalnız bilsinlər. Məsciddə hansı çağırışdan söhbət gedir? Məbud çağırışından söhbət gedir burada. Yoxsa ümumiyyətcə çağırışdan getmir. Belə mütləq də bu olmalıdır. Başqa mənası ola bilməz bunun. Sonra ardında da deyir ki, Təbəri yenə deyir ki, Qanatil yahud və nəsara izə dəxalu kənaisuhum və bey'ahum əşrəku billah. Yahudilər, nəsaralar öz məscidlərinə girəndə kilsələrinə, yahudilər öz kilsələrinə neynirdilər? Əşrəku billah. Allaha şərik qoşur. Yahud necə şərik qoşurdular? Deyirdilər ki, misal üçün, İsa onun oğludur və İsa'ya ibadət edirdilər. Necə İsa'nı çağırırdılar, misal üçün, sırf çağırma olar. Yox, çağırırdılar ibadət olaraq. Və əgər bu cürə olmasa, bundan başqa bir məna biz nəzərdə tutsaq, onda elə namazın özündə, məsciddə sən demirsən ki, Əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkətuhu. Əyyuhən nəbi, əyyuhə nədir? Nidadır, çağırırsan. Ey Peyğəmbər, çağırırsan. Allah Teala Quranda deyir ki, İnnəl məsacidillah fələ təd'u mə'allah əhədə. Bunu indi cəm elə mən üçün sən. Necə cəm eləyirsən bu ayəni, yəni bu işi əməli?
Bəli? Özləri də bunu salam özlük deyirlər. Əssalamu aleykum. Yəni, bunu necə mənə edirsiniz? Məlum olur ki, söz duadan getmir sırf. Dua başqa əməllər kimi bir əməldir. Ona məna verən niyyətdir. Niyyət var onu düz edə bilər, niyyət var onu batil edə bilər. Hansı niyyətdir ki, onu batil edir? O niyyətdir ki, müşriklər o niyyətlə dua edirdilər. O da uluhiyyət məqamını nisbət verməklə Allahdan qeyrisinə idi ki, ayələr deyir bunu. O biri ayədə Əl-Əraf surəsinin 194-cü ayəsidir. İnnellezîne ted'ûne min dûnillâh ibâdun emsâlukum fed'ûhum felyestecîbû lekum in kuntum sâdıqîn. Doğrudan da Allah Teala buyurur ki, o kəslər ki, Allahdan qeyrisini çağırırlar. İbadun. Allah Teala deyir, onlar bəndələrdir. Adi bəndələrdir, mənim yəni bəndələrim, əmsalukum, sizin kimi bəndələrimdir. Fəd'uhum, əgər siz onları çağırırsa və əgər onlar doğrudan da siz dediyimiz kimi ilahdırsa, fəd'uhum, onda çağırırız onları, fəliyyəstəcibu ləkum, sizə cavab versinlər, qəbul etsinlər sizin istəyinizi. İn kuntum sadiqin, əgər siz düz danışanlardansınızsa. Bu da, bəli, baxırsan ayənin əvvəlinə. Amma gəl indi görək təfsir nə deyir, Təbəri nə deyir? Təbəri deyir ki, fikir ver, sizin ey müşriklər Allahdan başqa çağırdığınız ilahlar. Yəni həmən bundan qabaqki hamısı ayələrdir ki, Allah Teala deyir, ilah çağırmıyız. Söhbət bu növ çağırmaqdan gedir. İlahlar şirk və küfr olaraq ibadət etdiyiniz sizin kimi bəndələrdir. Bu cürə məna eləyir Təbəri. Yəni burada söhbət çağırmaqdan ilahları çağırmaqdır. Bu da bu ayənin təfsirində deyir bunu Təbəri. Və bütün bu ayələrə ki, misal üçün çox vaxt bizim əleyhimizə oxuyurlar, siz nəzər edirsiniz, diqqət edirsiniz, harada çağırmaq kəlməsi varsa, əvvəla bütün təfsirçilər onu ibadət kimi məna eləyiblər. Sırf çağırmaq kimi yox. Çağırmaq ibadət kimi məna eləyiblər. Fələ təd'u ey ta'budu məna eləyiblər. Yəni ibadət. Nəyə görə xeyr ola? Xeyr ola. Çünki elə əgər sən ilah olaraq birini çağırsan, o ibadət olur. İlahı üçün çağırmasan o ibadət deyil. Onda elə bir-birimizi çağırırıq gərək deyək ibadət olur. Və yəni qaldı bundan sonraki bu ayələrə ki, siz diqqət edirsiniz və mən sizə söz verirəm ki, bir dənə müfəssir tapmazsınız ki, Vəhabilərin ya İbn Teymiyənin dediyi sözü desin. Bir dənəsini tapa bilməzsiniz ha. İbn Teymiyədən sonra ola bilər bəzi müfəssirlər ki, hər onun belə deyək də, əqidəsində olmuş olsun. Yəni o da hansı müfəssirlərdir? 14-cü yəni əsrin. Bu qəməri tarixi ilə, yəni indi təzə. Amma ondan əvvəl və hətta ondan sonra da heç bir təfsirçi bunu bu cürə məna eləməyib. İbn Teymiyənin ya o Vəhabilərin məna etdiyi kimi. Heç birisi. Bəlkə əksinə İbn Teymiyənin tələbəsi İbn Kəsir və onun yaxın dostu və bəzilərində dediyinə görə yenə tələbəsi Əbu Həyyan öz təfsirində görürüz nə buyurub, misal üçün. Əgər yaxşı, siz deyirsinizsə, İbn Teymiyənin iddiası nə oldu? Birbaşa xitab etmək bir kəsə, nida olaraq müşriklərin eyni şirkidir. Elə dedi ya yox? Heç fərqi yoxdur. Evet. Mən bir şey başa düşə bilmirəm. Əgər bu belədirsə, onda bu İbn Kəsir özünün Əl-Qur'an-ül-Əzim adında təfsirində bu ayədə ki, bu ayəni təvəssülə dair gətirirlər. İndi buna bax, İbn Kəsir bu ayəni görünür, məna edir. Deyir və qovluhu biiznillah, bu ayənin əvvəlidir. Əmrihi və qadrihi, bəli, gəlir çatır bu yerə. Çox az bir izin məsələsinə toxunur, ondan sonra gəlir. Deyir və qovluhu, yəni Allah Taala'nın bu sözü ayədəki vələv ennəhum izzələmu ənfusəhum əl-ayə, bu ayə ki, əgər onlar günah etsələr özlərinə. Deyir ki, yurşidu Teala əl-isa vəl-muznibin izə vəqə minhumul xəta vəl-asyan ən ya'tu ilər-rəsul.
irşad eləyir, yəni yol göstərir Allah Taala günahkarlara, üsyan edənlərə, itayətsizlik edənlərə. İzə vəqə minhumul xəta vəl isyan, bir xəta onlardan və ya bir günah onlardan baş verəndə ən yətu ilə rəsul, gəlsinlər Peyğəmbərin yanına sallallahu aleyhi və səlləm. Fəyəstəğfirullah indəhu, və Peyğəmbərin yanında Allahdan istiğfar istəsinlər. Və yəsəluhu, və Peyğəmbərdən də istəsinlər ki, ən yəstəğfirə ləhum, Peyğəmbər onlar üçün bağışlanma diləsin. فَإِنَّهُمْ إِذَا فَعَلُوا ذَلِكَ تَابَ اللَّهُ عَلَيْهِمْ وَرَحِمَهُمْ وَغَفَرَ لَهُمْ. Deyir, bunlar bunu görsə, Allahı bağışlayan görərlər. Və lihaza قَالَ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا. Sonra bunu nəql edir. Yəni, əsl sözümüz də budur. وَقَدْ ذَكَرَ جَمَاعَةٌ. O əvvəldə ki, dedi, Allah Taala irşad edir, yəni yol göstərir günahkarlara ki, gəlsinlər Peyğəmbərin yanına. O necə yol göstərir? Bunu məna eləyir hədislə. Yoxsa ki, hədisi burada gətirməyin nə mənası var? Məna eləyir də bundan qabaqki sözü. Yoxsa elə belə deyək də, bekarçılıqdan hədis təfsirdə demir ki. Yəni, onun məna necə eləyir? Hədisə diqqət edilir. Və qəd zəkərə cəmaatun minhumus şeyx Əbu Nəsr İbni Səbah fi kitabih şamilil hikayətil məşhurə anil utbə. Nəsə? Utbədən səhabə olur. Utbədən məşhur bir dənə bu hekayəti nəql edir. Qalə, kuntu calisən. Utbə deyir ki, mən oturdum ində qəbrin nəbi sallallahu aleyhi və səlləm, Peyğəmbərin qəbrinin yanında. Fəcaə ərabi. Bir dənə ərəb gəldi. Ərabi də bu çöl ərəblərinə daha çox deyirlər. Fəqal, dedi, Əssəlamu aleykə ya Rasulallah. Bu məlum. Səmiyyətullah yəqul. Eşitdim Allah Quranda bu cürə deyir. Vələv ennəhum izzələmu ənfusəhum cəukə fəstəğfirullah və stəğfirə ləhumur rəsul ləvəcədullah təvvəbən rəhimən. Bu ayəni oxuyur da ki, mən Quranda Allah Taala'nın bu ayəni dediyi eşitdim. Və qəd ci'tukə. Ona görə də gəldim sənin yanıma. Müstəğfirən. Yəni istiğfar diləyərək. Lizəmbi. Öz günahlarıma. Müstəşfiən bikə ilə Rabbi. Və öz pərverdigarıma sənin vasitənlə şəfayət tələb etməyimə. Sonra bir şeir deyir. Sümmən sərəfəl ərabi. Şeir deyəndən sonra bu ərəb çıxır gedir. Burada da xitab var ya yoxdur? Müstəşfiən bikə. Peyğəmbərə xitab edir. Keçir. Fəqələbətni ayni. Deyir ki, fərəaytun nəbi sallallahu aleyhi və səlləm finnam. Yuxuda. فقال يا عتبة الحق الأعربي فبشره أن الله قد غفر له. Deyir ki, ey Utbə, o həmən ərəbə get, bəşarət ver ki, Allah Teala onu bağışlayıb. Bəhril Muhiddə Əbu Həyyan Əndəlusi deyirlər ona, onun təfsiridir. O da İbn-i Teymiyyənin kumirlərindən olub, şeir qoşub İbn-i Teymiyyə haqqında, yəni çox tərifləyib onu. Bu da həmən hədisi, amma Həzrəti Əli əleyhissalamdan nəql edir. Qəddəmə aleynəl ə'rabi bə'dəmə dəfənə Rasulullah sallallahu aleyhi və səlləm. Ərəb gəldi, biz Peyğəmbəri dəfn edəndən sonra biz səlasət əyyam, 3 gün müddətində ki Peyğəmbəri biz dəfn etdik, gəldi o ərəb, fərəma binəfsihi alə qəbrihi, özünü atdı Peyğəmbərin qəbrinə və həssə min turabihi alə rəsihi. Və bir parça torpaq götürdü Peyğəmbərin qəbrindən, tökdü başına. Yəni, ərəblərdə bu bir adətdir də, təəssüf əlaməti olaraq. Sümmə qal. Sonra bu şeiri dedi. Şeiri deyir, ya şeirdə də deyir ki, yəni bu qəbirdə bərəkət var, bastırılıb, misal üçün rəhmətdir filandır. Sümmə qal, deyir, qəd qultu ya Rasulallah fəsəmi'na qavlika. Deyir ki, ey Allahın Peyğəmbəri, mən sənin dediyin bu sözü eşitdim. Yəni ayəni. Fəvəaytu anillah fəvəayna anka. Sən Allahdan da bunu öyrəndik, səndən də öyrəndik. Və qana fīmā ənzələ aleykə. Və sənə nazil etdiklərinin içində bu ayədə var idi. Vələv ennəhum izzələmu ənfusəkum caukə. Bu ayəni oxuyur. Sonra deyir, və qəd zələmtu nəfsi və ci'tu əstəğfirullah zəmbi və əstəğfərə li min Rabbi. Deyir, mən də gəlmişəm, günah etmişəm.
İstəyirəm həm Allah məni bağışlasın, həm sən. Fəstəxfər li, əmrdir, xitabdır. Hələ bu hədisin ardı lap belə maraqlıdır. Fənudiyə minəl qəbr hətta. Qəbirdən nida gəldi. Ənəhu qəd qəfərə lək. Allah Teala sənə bağışladı. Yaxşı, şirkdirsə bu xitab, İbn Kəsir nədir misal üçün? Bunun adını müşrik qoyaq, yoxsa bunun adını müvəhhid qoyaq? Əbu Həyyanın adını müşrik qoyaq, yoxsa müvəhhid qoyaq? Yaxşı, əgər şirkdirsə, o mən birinə dedim, deyir ki, mən alimin deyir, haqqına girmərəm. Alimin, cəhalətə bax, alimin haqqına girmərəm mən. Yəni mən girə bilmərəm də alimin haqqıdır da, indi o alim orada deyib, yəni necə deyib, mən onun haqqına girmirəm, başa düşdüm, mənlik deyil. Yəni mən bunu sözün təhlil eləmirəm bir sözlə, bunu demək istəyir. O nə deyib, mən bilmirəm, misal, sukut eləyir. Başa düşürsən? Bəs alimi istinad edib danışmır o? Alimə istinad edərək danışır və bundan da əlavə cahilin səhvin Allah bağışlayar, yoxsa alimin? Cahilin. Əgər sənin alimin bu cürə deyirsə, alimdir, yəni belə bir şeyi deyirsə ki, İbn-i Teymiyyə onu açıq aydın bir şirk sayır, sən onda bu cahil, avam insanların üstünə niyə düşmüsən, qanlarını halal edirsən, bu günləri Pakistanda qırırsan onları? Nə adı ilə qırırsan ki? Həmən məsələlərlə qırırsan da onları, qardaş. Bunun başqa adı yoxdur ki. Deməli, sən o bir heylə minlərlə insanın qanına, haqqına girirsən, amma burada alimin haqqına girmirsən. Yaxşı, alimə əgər bu xəta alim ola caizdirsə, avama əlbəttə caiz olmalıdır. Və yəni Quran ayəsində amma sözlər var, söz yox. Həmən bu oxuduğumuz ayə ki var, vələv ennəhum izzalamu ta axir. Misal üçün bu ayədə elə həmən dediyimiz bu təvəssülə dair rəvayət ki gətirib İbn Kəsir, Əbu Həyyan və bunu heç belə deyək də nəqd etməyib, yəni bunu rədd etməyib. Bunlar hamısı ona sübutdur ki, bu növ ayələrdən təvəssülü istifadə eləmək olar. Buna heç bir şək şübhə yoxdur. Və o bir ayə də ki var, Allah Teala buyurur ki, وَاتَّغُ إِلَيْهِ الْوَسِيلَ. O ayədə də Ruhul Maaninin sahibi Alusi öz təfsirində, o da sələfidir, bəhs açır orada təvəssül barəsində. Yuxarı, aşağı, nə bilim, batil eləyir, sübut eləyir, batil eləyir, sübut eləyir, axırda gəlir ki, bunun hamısını mən desəm də belə, amma təvəssül deyir, var. Təvəssül var. Vallahi onun o söz yox, orada o təvəssülün o bir növün qəbul eləyir ki, İbn Teymiyyə onu bidət sayırdı ki, orada xitab Allahadır, amma misal üçün Peyğəmbər vasitə qərar verilir, Peyğəmbərin məqamı. Söz yox, o növ təvəssülü sübut eləyir. Amma axır ki, xeyrul ayədən onu sübut eləyir, əgər ayə təvəssüldən danışmırsa. Və gələn dərslərdə inşallah biz bir-bir təvəssülə aid hədisləri nəql edirik. İbn Teymiyyənin o hədislərə olan iradlarını söyləyirik və o iradların cavabını veririk. Allahın havlu qüvvəti ilə Peyğəmbər və Ali Peyğəmbərə salavat deyil. Allahümme salli ala Muhammed.